Herkese salam, kanalıma xoş gəlmisiniz. Sən axtarıram verilişində qalmaqallı çıxışlarıyla diqqət çəkən Gül xanım yenidən işləməyə başlayıb. O Xoşqədəm Hidayət qızının istəyi ilə yenidən Günel ticarətdə işə başlayıb və onun maaşı 1000 azin olub. Bu kız var ya karşınızda durup o kadar ona destek oldum. Ona gazellə paltarlar verdim. Her gün ona 100-150 manat pul verdim. Çıktın getin efirdə mənim dalımca danışdın da. Yok o heç mən Allah bağış Gül xanım. Allah bağışlayansa biz kimik ki? Düzdürmü? Hele o insan her insan işlemir. Yani siz de bağışlamışsınız ya. Hə, mən səni o körpələrimə görə bağışladım. Yüzü eləmişsiniz. İndi deyir ki səhvini düzəltməyə çalışır da. İnsanım düz eləmişəm. Hayır, bir şey anladım ki hayatta hiç Deyir səhv eləmişəm də bundan sonra işləyim, səhvlərimi ödəyim. kişiye inanmak lazım değil. Yani bunu bildim. İndi başa düşmüsən bunu. Yani kimisə aldanmak, inanmak, kimin nasıl istifade edip. Bundan sonra ağlı başına yığ, ancaq iş fikirləş. Bir kadını zayıf bir kadından istifade edip, kimsesiz bir kadından istifade edip yarı yolda koyma. Bu da kişiliğe yaraşır. Bir də elə səhvləri eləmə. Hə, bir də elə səhvlərə yol vermə Gül xanım, yaxşı. Bilirsən də, mən sənə demişəm, Xoşqədəm xanım da sənə deyib, sənin yanında danışmışıq. Sənin maaşın 1000 azindir. İşe götürmüyorsun. Mən səni işə götürmürdüm, xeyr. Sənin maaşın 1000 azindir, amma sənə orada 200 azin çatır. 800 manat hər ay sənin uşaqlarına gedəcək. Sən onu bilirsən də. Hə, sonra problem yaratmayacaqsan ki. Selamlıyorum. Her birinci yeniden Güney Ticaret Merkezi'ndeyim. Hesaplarımızda sizler de gözlüyorum. Ben Gül Hanım yeniden Güney Ticaret Merkezi'ndeyim ve sizler de gelin bu indirimlerden yararlanın. Güney Ticaret Merkezi her zaman indirimleriyle sizlere hizmet edin. Siz de gelin. Uşak giyimleri, kişi giyimleri, kadın giyimleri Güney Ticaret Merkezi'nde. Bilmirəm gedim hayana, qorxuram qəlbim dayana. Sakit durmur bax ürək, sənsiz dünyanın eyləyi. Bilmirəm gedim hayana, qorxuram qəlbim dayana. Gel mənə addım addım, gel mənə addım addım, adını qəlbə yazdım. Bütün fikri xəyalı, inan başımdan atdım. Sadece nefes almam gerekiyor. Bu gece bana Əgər məndən ötürü qalırsa, baharda çiçəklənən bağlara